Hindistanla Pakistan arasında atəşkəs əldə olunsa da, bir neçə saat sonra razılaşmanın pozulduğuna dair xəbərlər yayılıb. BBC News-un məlumatına görə Kəşmirin Srinagar şəhərində atəş səsləri eşidilib. Hindistanın Xarici İşlər Naziri Vikram Misri atəşkəsi Pakistanın pozduğunu deyib. İslamabad isə iddianı rədd eləyərək qarşı tərəfi ilk atəşi açmaqda günahlandırıb. İki ölkə razılaşmaya sadiq qaldıqlarını vurğulasa da, son olaylar atəşkəsin davamlılığını şübhə altına qoyub. Prosesin fonunda Çin, Hindistanla Pakistanı atəşkəsə riayət eləməyə çağırıb. Ölkənin Xarici İşlər Nazirliyi Pekinin münaqişənin genişlənməsindən narahat olduğunu bildirib. Çin regionda sabitliyin qorunması üçün vasitəçi rolunda çıxış etməyi də təklif edib. Paralel olaraq Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump da ərazi mübahisəsinin həllində hər iki ölkəyə yardım edəcəyini deyib. Analitiklərin fikrincə, Vaşinqtonla Pekinin münaqişə tərəfləri üzərində təsir imkanları digər dövlətlərə nisbətən daha genişdir. Hər iki tərəfin də həm Amerikanın, həm Çinin münaqişə edən tərəflərə təsir imkanları çoxdur və məhz bu baxımdan onlar istəsələr, əlbəttə ki, bu münaqişə geniş miqyaslı savaşa çevrilmədən dayana bilər və tərəflər masaya otura bilərlər. Amerika və Çindən başqa digər, həm regional olsun, həm də digər deyək ki, dövlətlər olsun, onların bu savaşın qarşısını almaq, durdurmaq imkanları yoxdur. Yalnız iki dövlətin, Çin və Amerikanın imkanı var. Çinlə Birləşmiş Ştatların münaqişə tərəflərinə yanaşması və əlaqələri bəzi səbəblərə görə digər aktorlardan fərqlənir. Hindistanın qərb dövlətləri, xüsusilə Birləşmiş Ştatlarla müsbət təmasları mövcuddur. Bu tandem özünü hərbi sahədəki əməkdaşlıqda daha çox göstərir. Pakistanın isə Çinlə müttəfiqlik əlaqələri var. İslamabadla Dehli arasındakı əks mövqeyi riskli edən əsas faktor iki dövlətin də nüvə silahına malik olmasıdır. Proseslərin gedişində tərəflərin kütləvi qırğın silahına əl atacağı ehtimalı ciddi narahatlıqlar doğurur. Bu səbəbdən geosiyasi güclər Cənubi Asiyada müharibənin alovlanmasında maraqlı deyil. Digər tərəfdən də hazırda dünya Ukrayna və Yaxın Şərqdə gedən iki ciddi konfliktlə üz-üzədir. Trump administrasiyası bu müharibələri bitirməyi hədəflədiyinə görə yeni bir qarşıdurma ilə məşğul olmaq istəmir. Çin isə həm Hindistan, həm də Pakistanla qonşudur. Bölgədə eskalasiyanın böyüməsi Pekinin də başının ağrıyacağı ehtimalını artırır. Şərhçilərin sözlərinə görə Çin ilə Birləşmiş Ştatların vasitəçilik imkanları geniş olsa da, tərəflərin birgə fəaliyyəti o qədər də real görünmür. Çünki hazırda bu dövlətlər özləri də bir-birləri ilə rəqabət halındadır. Çin ilə Amerika Birləşmiş Devletleri'nin Pasifik bölgesindeki gerilimleri Hindistan-Pakistan olaylarında aynı masada oturma ihtimallerini zayıflatmaktadır. Eğer ki aynı masaya oturarak hem Hindistan hem de Pakistan'ı Çin ve Amerika Birleşik Devletleri dörtlü bir şekilde bir arabuluculuk masası oluşturulabilirse Amerika ile Çin arasındaki gerilimler içinde bir yumuşama, bir yeni evreye gelme pozisyonu olarak değerlendirilebilir, ancak bu ihtimal oldukça zayıf görülmektedir. Qeyd edək ki, Hindistanla Pakistan mayın 10-da atəşkəs barədə razılığa gəlib. Donald Trump təşəbbüsün Vaşinqtonun vasitəçiliyi ilə reallaşdığını desə də, Dehli bunu təsdiqləyəcək açıqlama verməyib.